Həmişə yaxşı olur. Yayın açmırsan? Yayın açmırsan? Salam, necəsiz? Yaxşı. Yayın açmırsan, yoxsa mənim qabağıma? Yayım açmaq deyənə ki, səhifəmi vurublar. Ayın 11 açılacaq. O birisi səhifə ilə qoşa bilmirəm, nədənsə olmur. Elə bir açar işarəsi gəlir. İkisi də vəsiqə ilə qeydiyyatdan keçib. Keçməyinə keçib, hə, misafirə qoşuluram, deyə qoşuluram. Ancaq canlıma yox, səhifələrin şeylə qeydiyyatdan keçib. Nədir o vəsiqə ilə? Onda ola bilər ki, bu səhifən spamdadır, deyil. Otomatik TikTok tanıyır deyə o biri səhifəvi də elə ola bilər. Yox, İndi mən burada sənin görüntünü açsam, sən görsənməyəcəksən. Görüntünü özüm açaram, dedim. Yox, yəni səni böyütsəm, baxaq görək. Aç görüm görüntünü. Görüntüydü o. Kamera. Hə, görsənsən də. Görsənirəm. Nə qəşə yerdəsin, harada? Harada bura? Sığınacaqdır. Sığınacaq. Hə, bura belə olurmuş. Olanı mən pis təsvir edirdim, remontsuz, zadsız. Bax, axşam gəldilər dırnaq təmənnasız bayrama görə. Ay, sağ olsunlar. Bugün ustam mənə çağırdı. Paylaşmışam şəkilləri. Günel xanıma təşəkkür edirəm Binəqədidən, Aynur salonuna. Təmənnasız salona aid nə var, hamısını bugün həll elədi. Sonra bizlə gəldi, tort gətirdi bizə, qəşəng. Sağ olsun. Hə, sağ olsun. Allah haqqı. Sağ olsun. Qeyrətli qızdı, Quran haqqı. Bütün mən hara getmişəm, bibi. Yoxsa necə? Salon işlədir. Salonda elə bir ki, işləyir. Yaxşı, sən özün bir işləmək zat belə bir şey planından keçir. Düşünürsən. Ehtiyac yoxdur mən işləməyə, yox. Bə nə ilə dolansan? Hələ ki, buradayam da, indi yavaş-yavaş işləyəcəm işləməklə. İş təklifləri çoxdur. Hər şeyin vaxtı var. Hə, bibi, bax, ad günləridir, xeyir işləridir, hara gedmişəm, özü deyib, hara getdin, yanıma gəlirsən. Başqa heç yana. Əl işi də superdir. Bir dənə makyaj 30 manatdır. 2 nəfər aparmışdı, gördün. 30, 30, 60. Elə 100 neçə manatlıq elə 3 nəfəri həll elədi. Allah sağ olsun, Allah qalsın. Vallahi. Deyənlərim dırnaq şey. Deyəcəm. Hər halda bir dua var. Yox, onlar özləri gəlirlər, elə. Günə bərəkət. Özləri gəlirlər, ora sığınacağa xidmətləri təklif edirlər. Yox, sığınacaqdan qabaq mənim elə bir ki, nişandır, toyumdur, hamısını təmənnasız o eləmişdi. Hə, xoş gəldin, ay Yusuf, necəsən? Burada bir uşaq var, onun çox qəşəng səsi var. Xoşum gəlir onu oxumağından. Necəsən Yusuf? Necəsən, vəziyyəmə tərdir, salam aleykum. Gəlmişkən biraz qulaqlarımızın pasını tök. Problem yoxdur, həmisi. Baxmadım bu ildə yaza bilirəm, darıxa bilmirəm. Özüm bu yolda gəzə bilmirəm, özüm bu... Hər kəsə salam, TV Show mağazin kanalımıza xoş gəldiniz. Bizim Ləsən verilişinin qalmaqallı iştirakçısı Aygün canlı yayıma bir vaxtlar qısqandığı Layla xanımla birlikdə qoşulub. Onun bu addımı hər kəsi təəccübləndirib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Siz də videomuzu bəyənməyi və fikirlərinizi yazmağı unutmayın.